son vaxtlar çox sürətlə bu arıqlama iynələrinin dəb halına, trendə düşməsinin səbəbi nədir? Nə baş verdi ki, məhz insanlar artıq ona üst tutmağa başladılar? Məşhurlaşdıran səbəb nədir? Məşhurlaşdıran səbəb təbii ki, birinci ehtiyacdır və bu ehtiyacın ödənilməsidir. İllərlə insanlar müəyyən bir uzun dövrlər, pəhrizlər saxlayırlar, sonra tibbin və elmin inkişafından sonra yeni update-lər çıxır bu arıqlama ilə bağlı. Məsələn, daha öncə balonlar qoyulurdu və s. qoyulurdu, sonra müxtəlif növ əməliyyatlar olurdu və bu zaman keçdikcə artıq daha yeni variantlar, daha sürətli və daha effektiv variantlar üzərində işləyirlər və əldə olunan məhsulun və ya xidmətin bazara birbaşa buraxılması və onun daha məşhur şəxslərlə tez bir zamanda reklam edilməsi, güvən yaradılması məhsulun daha çox populyarlaşmasına gətirir çıxardır. Yəni biz ekranda hər hansısa bir məşhur şəxsi, tanınmış müğənni, alim və ya idmançı və hər hansısa bir tanıdığımız, güvəndiyimiz bir şəxsin bundan istifadə edib çox qısa zamanda effekt aldığını gördükdə bizim qərar vermə müddətimiz daha sürətli və daha tez olur.